Günün ən mühüm hadisələrinin təqdimatı ilə ATV Xəbərin əsas buraxılışının efir vaxtıdır. Xoş gördük. Prezident İlham Əliyev Qəbələdə Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyinin dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı strateji tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini deyib. Qeyd edib ki, qarşılıqlı səfərlər əlaqələrin genişləndirilməsində mühüm rol oynayır. Qonaq dövlət başçısının liderliyi ilə Cənubi Qafqaz regionunda sülh gündəliyinin irəli aparılması prosesində əldə edilən uğurlar, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə Azərbaycan prezidentinin sülh və barışıq üçün Gernika mükafatına layiq görülməsi münasibətlə təbriklərini çatdırıb. Görüşdə yaxın şərqdəki vəziyyətə toxunulub, regiondakı bütün məsələlərin diplomatik yolla həllinin vacibliyi vurğulanıb.